Biz baxanda Qurana görürük ki, Allah Subhanahu və Teala bizləri nə ilə qorxudub? Yəni sən Allahın kitabını açıb baxanda nə görürsən orada? Allah bizi, qullarını nə ilə qorxudub? Məsələn, cəhənnəm odundan. Düzdür? Allah Subhanahu və Teala buyurur: "Ləhum min fawqihim zulalun minən nar və min tahtihim zulal." Onların üstündə də oddan təbəqələr olacaq, altında da oddan təbəqələr olacaq. Zəlikə yuxavvifullahu bihi ibadəhu. Allah Teala öz qullarını bununla qorxudur, yəni cəhənnəmlə. Allah bizi nə ilə qorxudubsa, biz də ondan qorxuruq. Məsələn, səhih hədisdə Əbu Hüreyrə radiyallahu anhu deyir ki, bir gün Peyğəmbərlə birlikdə idik, birdən bir gürültü səsi eşidildi. Dedi ki, Allahın Rəsulu, "Tədruna mə həzə?" Bilirsiniz bu nədir? Dedilər ki, Allahu və Rasuluhu a'lam. Allah və Rəsulu daha doğrusunu bilir. Bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, "Həcərun rumiyə bihi finnar munzu 70 xərifən." 70 il bundan qabaq cəhənnəmə atılmış bir daşdır. Gedirdi dibinə tərəf. İndi cəhənnəmin dibinə çatdı. Onun gürültüsüdür. Bu cəhənnəm odundan qorxmaq üçün. Gör dərinliyi nə qədərdir cəhənnəmin. Düzdür, qardaş? Deməli, biz cəhənnəmdən qorxuruq. Allah Subhanahu və Teala qorxudub bizi cəhənnəm odundan. İndi burada sual çıxır. Fəqirlik. Qardaşın dediyi sual. Allah Teala Quranda harada bizi qorxudub fəqirliklə? Ey Adəm övladı, ey insanlar, məsələn, kasıbçılıqdan qorxun, fəqirlikdən qorxun. Hətta biz də qorxaq. Yoxdur. Qorxutmayıb vallahi. Ona görə kasıbçılıqdan, o fəqirlikdən, o miskin olmaqdan qorxmaq şəriətə ziddir. O Yahya ibn Muaz rahimehullah belə bir sözü var. Deyir ki, İbn Ədəm miskin İbn Ədəm. Adəm övladı yazıqdır deyir. Miskindir. Ləv xafən nara kəmə yəxaful faqr lə dəxaləl cənnə. Fəqirlikdən qorxduğu kimi cəhənnəm odundan da qorxsaydı, cənnətə düşərdi. Təsəvvür elə. Yəni, Adəm övladı kasıbçılıqdan o qədər çox qorxur ki, birdən acından ölərəm, birdən acından ölərəm. Kasıbçılıqdan şiddətli dərəcədə qorxur. Deyir, cəhənnəmdən də elə qorxsaydı, bundan qorxduğu kimi, o deyirdi, cənnətə düşmüşdü.